Salam dəyərli izləyicilər, zəhmət olmasa kanala abunə olun. Bugün sizə Dale Carnegie-nin Üzüntüsüz Yaşama Sanatı kitabından seçmə sözlər sıralayacağam. Sözləncə bu kitabları adətən türkçə oxuduğuma görə biraz sözlərdə çətinlik çəkə bilərəm. 1. Üzüldüyümüz zaman zehnimiz dağılar və bütün qərar vermə qüvvətimizi itirərik. 2. Dr. Joseph Montaigne deyib, mədə xəstəliklərinin əksəriyyəti yediyiniz şeylərdən dolayı deyil, əksinə, sizi yeyən şeylərdən dolayıdır. 3. Andre Marius deyib, şəxsi arzularımızla uyuşan hər şey bizə doğru görünür. Bu çox gözəl bir sözdür və həqiqətdir. Və belə bir söz də var, deyir, hər kəsin doğrusu ona şirin gələr. Biz əksər vaxtlarda, məsəl üçün, bir ixtilaflı məsələlərdə harası bir fikri seçiriksə, çox vaxt bu bizim şəxsi arzularımızla uyuşduğu üçün biz o fikrə üstünlük veririk. 4. Charles Kettering deyib, yaxşı bir şəkildə ifadə edilmiş məsələ yarı-yarıya ifadə edilmiş bir məsələdir. Yəni, belə deyək də, tipdə də bir söz var, deyir, doğru düzgün qoyulan diaqnoz müalicənin yarısıdır. Bu da onun kimi, yarı-yarı ifadə edilmiş, yəni ki, artıq o məsələnin yarısı həll olunmuşdur da, əgər məsələ doğru düzgün ifadə olunubsa. 5. O qədər məşğulam ki, üzüntü üçün heç bir vaxtım yoxdur. Bu adətən depressiya kitablarında, belə mövzularda, stres haqqında mövzularda keçən sözlərdən biridir. Və nəhayət 6. Üzüntülü şəxs özünü hərəkətlər içərisində itirməlidir. Yəni, o qədər məşğul olmalıdır ki, nəyəsə vaxt olmasın. Çünki əgər bunu etməsə, ümidsizlik içində məhv olar. Həqiqətən depressiya haqqında kitablarda ən, belə deyək, müalicə üçün tövsiyə olunan məsələ odur ki, insan xüsusən depressiya anında bu zamanlarda nəyəsə məşğul olsun, fiziki. Yoxsa beyin fikirləşir, hansı bir fikrə meyllənir. Təbii ki, bunun altından da çıxmaq olmur da və insan başlayır əziyyət çəkməyə.